Xırdalan şəhərin giriş hissəsində 3 otaqlı, çıxarışlı bir mənzil çəkib sizə təqdim edirəm. Düz əsas yolun kənarında 5 mərtəbəli, çıxarışı əldə olan liftli binanın 4-cü mərtəbəsi. Ümumi sahəsi 94 kvadrat. Mənzilin əsas giriş hissəsidir. Deməli, bu hissələrdə döşəmə istif oldu. Daxil olduqda sağ tərəfdə sanitar qovşağımız, sol tərəfdə iri bir mətbəx. Qeyd edim ki, 94 kvadrat orijinal 3 otaqlı bir mənzildir. Çıxarış əldədir. Qiymət 135 min manatdır. Burada bir yataq otağı. Real alıcı evə baxandan sonra qiymətlər razılaşmalıdır və qeyd edim ki, mənzil kreditlə, daxili kredit, ipoteka yolu ilə satılmır. Ancaq və ancaq nağd şəkildə satılır. Burada da mənzilimizin qonaq otağıdır. 94 kvadratda 135 min manatdır. Xırdalanın girişində liftli, qazlı, çıxarışlı bir binadır. 5 mərtəbəli binanın 4-cü mərtəbəsidir. Əsas yolun düz kənarıdır. Buradan Heydər Parkına 1 nömrəli məktəbə çox yaxın bir məsafədir. Deməli, Xırdalandan hərəkət istiqamətində olan bütün avtobuslar bu binanın qarşısından gedir. Yəni, binanın qarşısında gözləsəniz, Sumqayıt, Binəqədi, Biləcəri, Mehdiyabad, Sulutəpə, nə bilim, 20 yanvar, Memar Əcəmi, hər yerə hərəkət edə bilərsiniz. Evlə də bağlı əlavə nəsə sual olarsa, zəng edib məlumat alıb, gəlib evə yerindəcə də baxa bilərsiniz. Dəyərli izləyicilər, bizi izləmədə qalın. Satışda hər gün yeni evlər çıxır. Bu evlər haqqında məlumatı tez bir zamanda əldə etmək üçün yuxarıda bildirişləri aktiv edə bilərsiniz. Vaxt ayırıb izlədiyiniz üçün çox sağ olun.